Bu kaset Beynəlxalq İslam İrsinin Dirçəlişi Cəmiyyətinin sifarişi ilə ASR firma studiyasında yazılmışdır. Bismillahirrahmanirrahim. Rəhimli və mərhəmətli Allahın adıyla. Allahın ülviliyi. Müsəlman qardaş, sən bilməlisən ki, bu risalə Mötəzilə təlimi meydana gəldiyi vaxtdan bugünə qədər müsəlmanların fikir ayrılığına səbəb olmuş ən ciddi etiqad məsələsi olan böyük və qadir Allahın öz məxluqları üzərində ülviliyi, ucalığı probleminə həsr olunmuşdur. Bu məsələ Kitab-ı Kərim və sünnədə düzgün etiqadın şahidliyi ilə öz isbatını tapmışdır. Əsl müsəlman bu dəlilə qarşı çıxmaz. Lakin sünnədən ayrılıb təhrif yolunu tutan bəzi təlimlər həm özləri, həm də özlərindən sonra gələnlər üçün təhrif, yəni mənanı ayrı cür vermək qapısını açmışlar. Bizcə buna yalnız onların, sələflərin haqq yolundan azması səbəb olmuşdur. Şübhələr və onlara cavab. Sələfləri əvəz edənlər arasında Allah Taala'nın üstünlüyünü irəli sürərək, onun bənzərliyi və cismaniliyini, yəni Allahı insana oxşadaraq və ona üzvlər mənsub edərək iqrar edənlər və Allaha dünyavi mənada məkan şamil edənlər də vardır. Bu iki məsələdə şübhəni aradan qaldırmaq zəruridir. Bu şübhələrə cavab olaraq aşağıda bəzi imamların cavablarını veririk ki, onlarla Risalənin mətnində də tanış olacaq. Hafiz Müeym bin Həmmad, İmam Əl-Buxarinin ustadı, demişdir. Allahı öz məxluquna bənzədən küfr etmiş olur. Həm də onun özünü vəsf etməsini inkar edən kafirdir. Onun özünü və onun rəsulunun onu vəsf etməsində təşbih, yəni bənzətmə ola bilməz. İshak bin Rahaveyi demişdir. Təşbih, yəni bənzətmə, insan öz eşitmə və görmə qabiliyyətini Allaha şamil etdikdə baş verir. Əgər adam desə, Allahın əlləri və ya eşitməsi mənimki kimidir, bu bənzətmədir. Əgər o eşitmə və görməni Allahın buyurduğu kimi başa düşüb, necə sualını və ifadəsini Allaha aid etməsə, bu halda bənzətmə mümkün deyildir. Teala buyurur, mənim kimi eşidən və görən bir kəs yoxdur. Allahın sifətlərini, yəni atributlarını tamamilə və ya qismən inkar edən Mötəzilə və Cəhmiyyə təliminin nümayəndələri bu sifətləri sübut edən hər şəxsi, cismaniliyi və təşbihi iqrar edən kimi təqdim edirdilər. Onlar arasında elələri vardır ki, Əş-Şafihi, Əhmədi və onların məsləkdaşlarını cismanilik və təşbih tərəfdarı kimi tanıdırdılar. Bunu Əz-Zinə kitabının müəllifi Əbu Hatim və başqaları qeyd edirlər. İkinci şübhə, məkan. Məkan dedikdə konkret hüdud daxilində mövcud olan, yerləşən bir şey nəzərdə tutulur. Bugün insanlar bu sözü məhz bu mənada qəbul edirlər. Onlar bu terminlə Allahın ülvilik, yəni ucalıq sifətini isbat etmək istəyirlər. Buna cavab olaraq deməliyik ki, Allah Taala bu mənada məkanda yerləşə bilməz. Teala'nı məxluqlar əhatə edə bilməz. Belə ki, o bütün məxluqlardan daha əzəmətlidir, daha uca və qüdrətlidir. Onun kürsüsü səmaları və yeri əhatə edir. Allah Taala buyurur, Allahı lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütünlüklə onun ovucunun içində olacaqdır. Göylər isə sağ əli ilə büküləcəkdir. Əz-Zümrə 39-67. Hər iki səhih əsərdə Peyğəmbərin, ona da onun ailəsinə Allahın salavatı və salamı olsun, bu hədisi verilir. Allah yeri əhatə edir. Göylər isə onun sağ ovucunun içindədir. Allah deyir, mən hər şeyə hakiməm, bəs yerin hakimləri hardadır? Məkan həm də heçlik, məkansızlıq mənasında işlənə bilər. Bu halda aləmin fövqündə olanlar nəzərdə tutulur. Allah Teala aləmin üzərindədir. Bu mənada məkan gerçək olan, məhdud olan demək deyildir. Bu məkan məxluqlar yaranmamışdan qabaq mövcud olmuşdur.
Eğer alimlerden ve imamlardan kimse mekanı Allah Taala'ya şamil edildiğini oxsan, bil ki burada mekan dedikdə heçlik, hüdudsuzluq nəzərdə tutulur. Bu halda Allah'ın ülviliyi, yani ucalığı da sübut edilir. Bununla da Sübhanehu Teala'nın ülvülüyünü inkar eden cehmiye ve tətil əhlinə tutarlı cevap verilmiş olur. Onlar həmçinin varlıq, vücud mənasında Allah'ın her yerde olması fikriyle çıxış edirlər. İmam Malik, Allah ona rəhmət eləsin, demiştir. Allah göydədir, yani göğün üstündedir. Onun ilmi ise her yerdedir. Bu elimden kenarda hiç ne yoktur. İmam Ahmed İbn Həmbəldən soruşurlar. Allah 7. səmanın üstünde öz ərşindedir, öz məxluqundan aralıdır. Onun qüdrəti ve ilmi ise her yerdedir mi? İmam belə cevap vermiştir. Bəli, o öz ərşindedir. Onun ilmindən kənarda heç nə yoxdur. Abdullah bin Əl-Mübarəkdən, Allah ona rəhmət eləsin, soruşublar ki, İzzət və Cəlalət sahibi Rəbbimiz hardadır? O belə cavab verib, 7 göyün üstündə, öz ərşindədir, öz məxluqundan aralıdır. İmam bin Xüzeymə, Allah ona rəhmət eləsin, demişdir. Allah Taala'nın öz ərşində 7 göyün üstündə olmasını iqrar etməyən şəxs Rəbbinə münasibətdə kafirdir. Tövbə etsə, tövbəsi qəbul olunar. Əks təqdirdə boynu vurulmalı, cəsədi isə müsəlman və əhdi peyman sahiblərinin layiq olmadığı leşi verən zibilliyə atılmalıdır. Onun malı da haramdır. Bu maldan müsəlmana heç nə çatmaz. Belə ki, Peyğəmbərlərimizin, ona və ailəsinə Allahın salavatı və salamı olsun, buyurduğu kimi, müsəlman kafirin varisi ola bilməz. Öz dövrünün tanınmış alimi, Şam əhli olan İmam Əl-Avzayi, Allah ona rəhmət eləsin, demişdir. Ardıcılların kifayət qədər olduğu bir vaxtı biz deyirik. Böyük və qadir Allah öz ərşinin üstündədir. Onun sünnədə verilən sifətlərinə imam gətiririk. Əhməd İbn Teymiyyə, Allah Taala ona rəhmət eləsin, demişdi. Əl-Avzayi bu sözləri Allahın öz ərşi üstündə olmasını və onun sifətlərini inkar edən cəhmiyyə məzhəbi meydana gələndən sonra demişdir ki, adamlar sələflərin təliminin bunun əksinə olduğunu bilsinlər. Mərhum İmam Əz-Zuhri demişdir. İslam Allah'tan risalədir. Peyğəmbərə onu çatdırmaq, bizə isə ona təslim olmaq vacibdir. Mərhum İmam Əl-Avzayi demişdir. Sən sələflərinin yolunu tutmalısan. İnsanlar səni rədd etsələr və ya səninlə təmtəraqla danışsalar da fikirlərindən dönməməlisən. Təqribən 50 il bundan sonra Şüreykdən soruşurlar. Ya Əbə Abdullah, bizdə bir dəstə mötəzillər vardır ki, bu hədisləri inkar edirlər. Allah dünya səmasına yenir və cənnət əhli öz Rəbbini görürlər. Şüreyk bu məzmunda təqribən 10 hədis söylədi və dedi, biz öz dinimizi əshabələrin ardıcıllarının övladlarından əxz etmişik. Rəsullar kimdən öz əqidələrini əxz etmişlər? Qaynaqların ən yaxşısı, ən xoşa gələni, ən təmizi, ən faydalısı asanlıqla qavranılan, aydın ifadələri və dərin mənaları ilə seçilən, insan qəlbinə inam, iman, təsdiq və təzim hissi ilə dolduran, ona elm və marif nuru saçan Məhəmmədin şəriətinin qaynağıdır. Dinin üsullarının və fürularının vəhillərlə başa düşülməsi mümkündür. Teala buyurur, biz Qur'anı əzbərləmək üçün asanlaşdırdıq. Görəsən onu öyrədən bir nəfər varmı? Əl-Qəmər 17, 32, 40. Məhəmməd ona və ailəsinə Allahın salavatı və salamı olsun şəriətinin insan qəlbinə, dilinə, bədən üzvlərinə, haqq yolunu tutmasına, doğru istiqamətə səmt götürməsinə təsiri ən gözəl və ən yaxşı təsirdir. O qəlbi saflaşdırır, bədən üzvləri də onun üçün saflaşır. Şəriətin əksi batıl olanların qaynaqlarıdır. Xüsusilə bu o şəxslərə aiddir ki, öz dinlərini fəlsəfi prinsiplərə əsaslanan, əqli hikmət adlandırdıqları nadanlıq üzərində qurmuşlar.
Bununla onlar Allahın öz ərşi üzərində yüksəlməsini inkar etmişlər. Onların qaynağının fəsadı, zahirinin və batininin batilliyi aşkar oldu. Şəriət və səlsəbil qaynağını dinsizliyin kökü olan xəbislik və qabahət qaynağı ilə əvəz etdilər. Və bununla da həm üsullarda, həm də firulardan günaha batdılar. İmam Əhməd bin Həmbəl, Allah ona rəhmət eləsin, zındıqlara və cəhmiyyə tərəfdarlarına cavab əsərində yazır. Səhifə 48-49. Siz Allahın ərşə istihva etməsini inkar etdiniz. Allah Teala buyurur, Ər-Rəhman ərşə yüksəldi. Tahə 15. O buyurur, göyləri və yeri 6 günə yaratdı və sonra ərşə yüksəldi. Yunus 3. O bizə bildirmişdir ki, göydədir və o deyir, Allahın göyün üstündə olduğuna və yeri titrədə bilməsinə əmin oldunuzmu? Əl-Mülk 16. Yaxud göydə olanın üstünüzə daş yağdıra bilməsinə əmin oldunuzmu? Əl-Mülk 17. O buyurur, pak söz ona doğru yüksəlir. Fatir 10. Pak söz Allahın zikri, salih əməl, inkar ediləndən uzaqlıq, tilavat və s. deməkdir. O, İsa'ya demişdir, sənin ömrünü tamam edib dərgahıma qaldırıram. Ali İmran 55. O buyurur, Allah onu öz dərgahına qaldırdı. Ən-Nisa 158. Yenə buyurur, yerdə və göylərdə olanlar, yəni bütün məxluqlar və dərgahında olanlar, yəni mələklər ona məxsusdular. Əl-Ənbiya 19. Yenə buyurur, üstlərində olan Rəbbilərindən qorxurlar. Ən-Nəhl 50. Yenə buyurur, mələklərin qalxdığı pillələrə sahibdir. Əl-Ma'aric 3. Buyurur, o öz bəndələri üzərində mütləq hakimdir. Əl-Ən'am 18. Buyurur, ən uca və ən əzəmətli olan odur. Əl-Bəqərə 255. Bununla Allah bizə bildirir ki, o səmadadır. Göylərdə olan da, yerdə olan da Allahdır. Əl-Ən'am 3. Qadir Allahın kəlamının mənası budur. O göylərdə olanların da, yerdə olanların da tanrısıdır, ilahıdır. O ərşin üzərindədir. Onun elmi isə ərşdən kənardakıları da əhatə eləyir. Allahın elmindən xali bir məkan yoxdur. Allahın elminin bir yerdə olub, o birisində olmaması mümkün deyil. O həmçinin buyurur, Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi öz elmi ilə əhatə etdiyini bilməyinizdən ötürü Allahın əmri məxluqa nazil oldu. Ət-Talaq 12. Sual və cavab. Şeyxülislam Əbül-Abbas Təqiyyəddin Əhməd bin Teymiyyədən, Allah ona rəhmət eləsin, etiqad məsələsində bir-biri ilə ixtilafda olan 2 nəfər barədə soruşurlar. Onlardan biri deyirdi, Allah Sübhanehu və Teala'nın səmada olmasına etiqad etməyən şəxs haqq yolunu azmış olur. Başqası deyirdi, Allah Sübhanehu məkanla məhdudlaşmır. Bu şəxslərin hər ikisi Şafii məzhəbində idilər. Bizə deyin görək, Əş-Şafiinin, Allah ondan razı olsun, məzhəbindən nəyi qəbul eləyək? Onda savab olan nədir? Cavab, Allaha həmdu sana olsun. Allah rizasını qazanmış Əş-Şafiinin etiqadı, İslamın sələfləri sayılan Malikin, Əs-Sauranın, Əl-Avzayinin, İbn Əl-Mübarəkin, Əhməd bin Həmbəlin və İshaq bin Rahəveyhin etiqadıdır ki, bu da öz növbəsində Əl-Fazil bin İyaz, Əbu Süleyman Əd-Dərani, Səhl bin Abdullah, Ət-Təstəri və başqa müqəddir şeyxlərin etiqadıdır. Dinin üsulları, yəni əsas prinsipləri məsələsində bu imamlar və onlar kimləri arasında fikir ixtilafı yoxdur. Həmçinin İmam Əbu Hənifə, Allah ona rəhmət eləsin, təvhid və qəza və qədər məsələlərində sabit etiqad sahibi idi.
bu və başqa problemlərdə yuxarıda adı çəkilən alimlərlə eyni mövqedə olmuşdur. Onların etiqadı isə əshabələrin və salih ardıcılların etiqadı ilə eyni olmuşdur. Bunu kitab və sünnə sübut edir. Əş-Şafii özünün Ər-Risalə adlı xutbəsinin əvvəlində demişdir. Özünün özünü vəsf etdiyi kimi olan və məxluğunu vəsf etdiyindən üstün olan Allaha həmd-u sana olsun. Mərhum imam göstərir ki, Allah öz rəsulunun, ona və ailəsinə Allahın salavatı və salamı olsun, dili ilə öz kitabında onun özünün özünü etdiyi kimi vəsf olunur. Əhməd bin Həmbəl deyir, Allah yalnız onun özünün və yaxud onun rəsulunun, ona və ailəsinə Allahın salavatı və salamı olsun, hər hansı bir təhrif və nöqsandan, hər hansı bir uyğunlaşdırma və bənzətmədən xali olduğu kimi vəsf olunmalıdır. Onun özünün özünə aid etdiyi gözəl adlar və ülvi sifətlər ona şamil edilməlidir. Və onun sifətlərində, nə zatında, nə də ki, əməllərində ona bənzər bir şey yoxdur. O eşidəndir və görəndir. İmam həmçinin demişdir, səmaları və yeri, onlar arasında olanları 6 günə yaradan və ərşə yüksələn odur. Musa ilə kəlamla, yəni sözlə danışan, dağa nur saçan və onu parçalayan da odur. Heç nə onun sifətlərindən bir zərrə də onu təmsil etmir. Heç kəsin elmi onun elmi, qüdrəti onun qüdrəti, mərhəməti onun mərhəməti, istihvası onun istihvası, eşitmə və görməsi onun eşitmə və görməsi, nitqi onun nitqi kimi deyildir. Nə də onun kimi kimsə nur saça bilməz. Allah Sübhanehu, Allah Teala bütün naqislikdən uzaqdır və kamallığına görə müqəddəsdir. Bizə bildirmişdir ki, cənnətdə ət, süd, bal, su, inək, qızıl vardır. Abdullah İbn Abbas, Allah onların hər ikisindən razı olsun, demişdir. Ahirətdə olanlardan dünyada yalnız adlar vardır. Bu qayıb olan məxluqlar, adların uyğunluğu ilə yanaşı, gözlə görünən məxluqlar kimi deyirlər. Adlarda eyni olsalar da, Xaliq öz məxluqundan daha əzəmətlidir. O özünü canlı, bilən, eşidən, görən, mərhəmətli və rəhimli adlandırmışdır. Canlı onun kimi canlı ola bilməz. Bilən onun kimi bilən, eşidən onun kimi eşidən, görən onun kimi görən ola bilməz. Mərhəmətli onun kimi mərhəmətli, rəhimli onun kimi rəhimli ola bilməz. Cariyyə barədə məşhur hədisdə deyilir. Ondan soruşurlar, Allah hardadır? Dedi, göydə. Lakin bu o demək deyildi ki, Allah səmanın içindədir. Səmalar onu əhatə və ehtiva etmişlər. Millətin sələflərindən və imamlardan heç kəs bunu deməmişdir. Onların ümumi rəyinə görə Allah səmaların fövqündədir, yəni üstündədir. O ərşin üstündədir, öz məxluqundan aralıdır. Məxluqunda onun zatından heç nə yoxdur. Həm də onun zatında məxluqundan heç nə yoxdur. İmam Malik demişdir, Allah səmanın üstündədir, onun elmi isə hər yerdədir. Allahın səmanın içində olub, onunla əhatə edildiyini, onun məxluq kimi ərşə və ərşdən başqa bir şeyə möhtac olduğunu, onun ərşə istihvasının, məxluqunun kürsüyə oturması kimi olmasını zənn edən şəxs yolazandır, nadan bidətçidir. Səmalar üstündə ibadət etdiyi Tanrının, ərşdə salavat və səcdə etdiyi Rəbbin mövcud olduğuna, öz Rəbbinə doğru yüksəlmək vasitəsi olan Məhəmmədə, Quranın onun dərgahından nazil olmasına inanmayan şəxs, bir onun dinsiz, yol azmış bidətçisidir. Deyilir, Allahın səmada olmasına inanmayan yoluna azandır. Bunu qəbul edib, lakin Allahı onu əhatə edən səma içərisində olduğunu zənn edənsə, səhv etmiş olur. Bunu qəbul edən, Kitab-ı Kərim və sünnənin ifadə etdiyi, millətin sələflərinin və imamlarının yekdil razılığını qazanmış, Allah öz səmaları üzərində
öz ərşi üzərindədir və məxluqlarından aralıdır fikrini qəbul edən haqlıdır. Bunları qəbul etməyənsə, Rəsulun dediklərinə qarşı çıxır, möminlərə məxsus olmayan yolun yolcusu olur. Əslində bu adam Rəbbini inkar edən dinsizdir. Onun əslində ibadət etdiyi məbud yoxdur. İstəklə müraciət etdiyi və pənah apardığı Rəbbi də yoxdur. Bu cəhmiyyə təliminin tərəfdarlarının onlara bənzər başqa fir'oni dinsizlərin iddialarıdır. Allah öz bəndələrini istər ərəbləri, istərsə də əcəmləri Allaha dua edərkən fitrətən başlarını ayaqları altına deyil, yuxarı qaldırmağa sövq etmişdir. Ariflər demişlər, arif adam, ya Allah ifadəsini dilindən əvvəl qəlbində deyirsə, bununla ülviliyi, yüksəkliyə üz tutur, nə sağa, nə sola baxmır. Bu məsələlərə hülul və tətil, yəni Allahın sifətlərinin bəzilərinin mənasını inkar edənlər, məsələn, Cəhmiyyə, Mötəzilə, Əş'ariyyə, indiki dövrün əhbaşları, şübhələri vardır. Bununla onlar Allahın kitabına, Rəsulullahın ona və ailəsinə Allahın salavatı və salamı olsun, sünnəsinə, müsəlman millətinin, sələflərinin və imamlarının ümumi fikrinə, Allahın öz bəndələrinin qəlbini fitrətən sövq etdiklərinə qarşı çıxırlar. Onlar həmçinin səhih əqli dəlilləri də inkar edirlər. Bütün bu dəlillər belə bir yekdil fikri ifadə edir ki, Allah öz məxluqlarının üzərindədir, yəni fövqündədir, onların üstündədir. Allah Teala bu fitri hissi vacib olaraq qocaya da, cavana da, köçərilərə də aşılamışdır. Onlarda Xaliq-i Teala'nın varlığına fitri inam doğurmuşdur. Peyğəmbər ona və ailəsinə Allahın salavatı və salamı olsun buyurur. Hər bir doğulan fitri qabiliyyətlə doğulur. Onları valideynləri ya Yahudi, ya Nəsrani, yəni Xristiyan, ya da Məcusi, yəni atəşpərəst edirlər. Həmçinin heyvanlar sürü halında yaşamaq üçün yaranırlar. Onlarda bir naqislik hiss edirsinizmi? Əbu Hüreyrə, Allah ondan razı olsun, demişdir. Əgər istəsəniz bundan sonra oxuyun. Allahın insanlara aşıladığı fitri qabiliyyət Allah məxluqlarında əvəz edilməzdir. Ömər bin Əbdüləzizin, Allah ondan razı olsun, irəli sürdüyü fikrin mənası budur. Sənə kitab vasitəsilə uşaqlara da, köçərilərə də məxsus dil verilmişdir. Sənə fitri qabiliyyət bəxş edilmişdir. Allah öz bəndələrinə haqqı fitrətən bəxş etmişdir. Peyğəmbər ona və ailəsinə Allahın salavatı və salamı olsun bu fitri qabiliyyəti kamilləşdirmək və iqrar etmək üçün göndərilmişdir. O fitrəti çevirmək və ya dəyişdirmək üçün gəlməmişdir. Peyğəmbərin ona və ailəsinə Allahın salamı və salavatı olsun, fironçu və cəhmiyyəçilər kimi düşmənləri isə Allahın bəxş etdiyi fitri qabiliyyəti dəyişdirmək istəyirlər. Adamlar arasında şübhə doğuran sözlər yayırlar. Adamların çoxu onların məqsədini başa düşmür, onlara tutarlı cavablar verə bilmirlər. Onların yol azmaqlarının əsl səbəbi ümumi cümlələrlə nə Allahın kitabında, nə onun Rəsulunun sünnəsində olmayan, nə də ki, müsəlman imamlarının hər hansı birinin işlətmədiyi sözlərlə danışmalarıdır. Məsələn, ləfs, təhəyyüz, yəni qərəz, cism, cihət və s. sözlər bu qabildəndir. Arif olana onların şübhə toxumları səpməsi aydındır. O yalnız kitab-ı kərim və sünnədə ifadə edilən fikirləri rəhbər tutaraq deyir. Əgər bizim ayəmizi təftiş edənləri görsəniz, ona qarşı çıxın və buna imkan verməyin. Allah, onun adları, sifətləri barədə kitab və sünniyə zidd sözlərlə danışan şəxs, Allah ayələrini batilliklə təftiş etmiş olur. Bu adamlarla çoxsu müsəlman imamlarına, onların demədiklərini şamil edirlər. Əbu Hənifiyyə, Əş-Şafiyyə, Maliyyə və Əhməd bin Həmbələ onlara məxsus olmayan fikirləri aid eləyirlər.
öz ardıcıllarına deyirlər, bu filan imamın etiqadıdır. Onlardan səhih dəlil və sübut tələb edildikdə yalanları aşkar olunur. İmam Əş-Şafii demişdir, kəlam əhlinə hökmün budur. Onların dabanlarına quru xurma çubuqları vurub, tayfalara və qabilələrə nümayiş etdirilərək deyilməlidir. Kitab-ı Kərim və sünnədən üz çevirib kəlamı qəbul edənin cəzası budur. Əbu Yusuf Əl-Qazi demişdir, dini kəlamla qəbul edən zındıqdır. İmam Əhməd demişdir, kəlama bürünməyən adam məqsədinə çata bilər. Bənzətməyə yol verən bəzi alimlər demişlər, dinsiz heçliyə ibadət eləyir, dinsiz kördür, bənzədən isə pis görür. Allahın dinində qiymətli olan da, qiymətli olmayan da aydındır. Allah Taala buyurur, beləliklə sizi diqqət mərkəzində olan millət etdik. İslam üçün sünnə, aləm üçün İslam kimidir. Nuzul barədə hədisin şərhi. Məğrib Hafiz İbn Əbdülbər demişdir, Əbu Hüreyrə, Allah ondan razı olsun, söyləyib, Peyğəmbər ona və ailəsinə Allahın salavatı və salamı olsun demişdir. Hər gecə Rəbbimiz Təbarəkə və Teala dünya səmasına yenir. Bu vaxt gecədən hələ 1/3 qalmış olur. O soruşur, mənə dua edən kimdir? Ona cavab verim. Məndən istəyən kimdir? Ona bəxş edim. Məndən məğfirət, yəni bağışlanma diləyən kimdir? Onu bağışlayım. Bu hədisi Malik Muvatta kitabında, Əl-Buxari səhihində, Müslim səhihində, Ət-Tirmizi sünnədə və İbn Macə sinəndə ən səhih istinadla rəvayət etmişlər. İbn Əbdülbər Təhmid əsərində yazır, bu hədis rəvayət baxımından, sabit istinad baxımından səhihdir. Onun səhihliyi barədə hədis alimlərində ixtilaf yoxdur. Bu hədis göstərir ki, böyük və qadir Allah 7 göyün üstündə, səmanın üstündə, ərşin üzərindədir. Çoxları bu fikirdədir. Böyük və qadir Allahın aşağıda verilən kəlamları haqq sahiblərinin dediklərinə sübutdur. Ər-Rəhman ərşə yüksəldi. Tahə 5. O sonra ərşə yüksəldi. Sizin ondan başqa hakiminiz və vasitəçiniz yoxdur. Əs-Səcdə 4. O sonra tüstü halında göyə yüksəldi. Fussilət 11. Onda ərş sahibinə bir yol axtardılar. Əl-İsra 42. Pak söz ona doğru yüksəlir. Fatir 10. Onun Rəbbi dağa öz nurunu saçdı. Əl-Əraf 143. Allahın göyün üstündə olduğuna və yeri titrədə bilməsinə əmin oldunuzmu? Əl-Mülk 16. Ən uca Rəbbinin adına təriflər söylə. Əl-Əla 1. Ən uca və ən əzəmətli. Ər-Bəqərə 255. Ən böyük və ən uca. Ər-Rəd 9. Dərəcələri yüksəldən və ərş sahibi. Ğafir 15. Üstlərində olan Rəbbilərindən qorxurlar. Ən-Nəhl 50. Ən ali zikr sahibi həmçinin buyurur, göylərdən yerə qədər hər şeyi qaydaya salır. Sonra bu işlər də onun dərgahına yüksəlirlər. Əs-Səcdə 5. Mələklər və ruhlar onun dərgahına qalxırlar. Əl-Məaric 4. İsa'ya demişdir, sənin ömrünü tamam edib dərgahıma qaldırıram. Ali İmran 55. Allah onu öz dərgahına qaldırdı. Ən-Nisa. Sənin Rəbbinin dərgahında olanlar gecə gündüz ona həmdu səna deyirlər. Fussilət 38. Onun dərgahında olanlar ona ibadətə təkəbbür göstərmirlər, usanmırlar. Əl-Ənbiya 19. Onu dəf edən yoxdur. O ali dərəcələr sahibi Allaha məxsusdur.
El-Me'aric 2-3. Allah Taala'nın göğün üstünde olan ve yeri titrede bilene emin oldunuz mu? Kelamının manası budur ki Allah göğün en yüksek katının üstündedir, yani erşin üstündedir. Burada məhz üstünde, üzerinde olmak nəzərdə tutulur. Allah kelamı yeryüzünde serbest gezip dolaşın. Ət-Tövbə 2 veya sizin el ayağınızı xurma kötükləri üzerinde kestireceğim. Taha 71. Bütün bunlar Teala'nın bu sözlerini təsdiq eləyir. Mələklər ve ruh onun dərgahına qalxırlar. İnkar edenlerin imamı Firondur. Allah Teala Firon hakkında bunları haber verir. O Musa'nın tanrısını görmek, semalar üzerinde olması fikrini təkzib etmək niyyetiyle göğe qalxmaq için çok hündür pillələr tikdirdi ve dedi: Ey Haman, benim için çok uca bir qəsr tik. Onun yolları, qapıları olsun ki, sema yolları ilə qalxıb Musa'nın tanrısını görüm. Ben elə zənn edirəm ki, o yalancıdır. Gafir 36-37. Allah'ın en uca semalar üzerinde olduğunu inkar eden Firon cemiyetçidir. Bu fikri ikrar edense Musevi Muhammed'dir. İmam merhum Et-Tabari demiştir. Firon deyir, ben elə düşünürəm ki, Musa onu bize gönderen Rabbin mevcudluğunun göyde olmasını deməklə ve iddia etməklə yalan danışır. Merhum Əbülhəsən Əl-Əş'ari bu aya barədə deyir. Firon Musa'nın, ona salam olsun, Allah Sübhanehu semalar üzerindedir fikrini təkzib etdi. Merhum El-Cüveyni bu ayanı şərhində yazır. Bu onu gösterir ki, Musa ona bildirmiştir. Onun Rabbi göylerin üzerindedir. Buna göre de Firon demiştir. Ben zənn edirəm ki, o yalancıdır. Merhum Əd-Dərami bu aya barədə demiştir. Bu ayada açıq aydın həqiqət, açıq sübut vardır. Musa Fironu Allah'ın sema üzerinde olmasını kabul etmeye çağırırdı. Buna göre de Firon qəsr tikdirib onu görmək istəyirdi. Merhum İbn Qudamə bu aya barədə demiştir. Yani mən elə düşünürəm ki, Musa'nın tanrısının sema üzerinde olması iddiası yalandır. Bu muhalif Müslüman mövqeyi tutan şəxs də iddia edir ki, Musa yalancıdır ve onun dediklerini inkar edir. O öz iddiasını Rabbil aləminə qarşı olmasını qətiyyət və yəqinliklə bildirərək sadiq və etibarlı peyğəmbəri təkzib edir. Əshabələrin və ardıcılların, sələfi, imamların və başqa alim adamların göstərdikləri haqq yolundan azır. Allah Taala'dan bizə öz mərhəmətini göstərib, bidətdən uzaq tutmasını və öz sünnəsinə sadiq etməsini rica eləyirik. Merhum İbn Abdülber demiştir. Aya gösterir ki, Musa, ona salam olsun, tanrısının sema üzerinde olduğunu deyirmiş. Firon ise buna inanmırmış. Merhum İbn Xuzeymə demiştir. Siz, ey ağıl sahipleri, Allah'ın sema üzerinde olmasını ve Firon'un öz küfrü ve haksızlığıyla Musa'nın, ona salam olsun, onu bu barədə xəbərdar etməsini, bəşər xaliqinin sema üzerinde olmasını öğretmesine məhəl qoymamasını sübut eden Allah kitabının başka bir dəlilini eşidin. Allah'ın Firon'un, ey Haman, benim için çok uca bir qəsr tik, onun yolları, qapıları olsun ki, sema yollarıyla qalxıb Musa'nın tanrısını görüm. Mən elə zənn edirəm ki, o yalancıdır. Gafir 36-37 deməsi barədə ayəni eşitmisənmi? Firon, Allah ona lənət eləsin, bir qəsr tiksirməyi əmr edir. O elə bilirdi ki, qalxıb Musa'nın tanrısını görəcəkdir. Onun, mən elə zənn edirəm ki, o yalancıdır. Gafir 37 sözləri göstərir ki, uca və qadir Allah'ın ən uca və ən yuxarıda olmasını Musa ona xəbər vermiştir. Merhum El-Hükmi demiştir. Mel'un Firon, Musa'nın semaların ve yerin, məşriqin ve məğribin, onlar arasında olan bütün mövcudatın sahibini, öz məxluqlarından aralı, onların üzerinde ve onlara məlum olan Allah'ın varlığı fikrini
təkzib etmişdir. Allah Teala'nın varlığı və ucalığına təkzib edən hər bir cəhmiyyəçi də əslində fironçudur və onun dininin əxz etmişdir. Allah Teala'nı onun özünü vəsf etdikləri ilə vəsf edən, onun öz ərşi üzərində yüksəlməsini və öz məxluqundan arağı olmasını qəbul edən hər bir sünnə tərəfdarı isə Məhəmmədidir. Allah kitabının və Rəsulullahın ardıcılıdır. Mərhum Əs-Sədi mənim üçün çox uca bir qəsr tik, onun yolları, yəni qapıları olsun ki, səma yolları ilə qalxıb Musanın tanrısını görüm. Mən elə zənn edirəm ki, o yalancıdır. Qafir 36-37 ayəsinin şərhində yazır. Bu Musanın Allahın səmalar və bütün məxluqlar üzərində, yəni fövqündə olması fikrinin açıq şəkildə təkzib edilməsi deməkdir. Bütün fironi cəhmiyyəçilər də bu məsələdə firona sadiq qalıb, öz küfürlərini sünnə və əshabələrin ardıcıllarına aid edərək iddia etmişlər ki, bu adamların, yəni sünnə və əshabə ardıcıllarının məzhəbi fironun məzhəbi ilə eynidir. Çünki onlar Allahın öz məxluqu üzərində yerləşməsinə inanmışlar. Bu isə həqiqətə uyğun deyil və təəccüb doğurur. Məlumdur ki, bu məsələdə cəhmiyyə təlimi firona sadiqdir. Çünki bu təlim də firon kimi inkara əsaslanır. Onlar Allahın kəlamının öz məxluqundan ülvülüyünü, Musanın Allahın uzaqlığı barədə risaləsini firon inkar etdiyi kimi inkar etmişlər. Onlar arasında yalnız bir məsələdə fərq vardır. Firon öz inkarını açıq şəkildə bildirir. Onlar isə ibarəbazlıq eləyirlər. Sözlərə təmtaraq, bəzək-düzək verir, yaxşını pis, pisi yaxşı yerinə qoyur. Onlar özlərini haqq, qeyirlərini isə batil əhli adlandırırlar. Özləri də bu təmtarağa allanır, başqalarını da alladırlar. Ey Məhəmmədin, ona Allahın salavatı və salamı olsun, Huda yolunun yolçusu. Bil ki, cariyə barədə rəvayətdə qaldırılan hər iki məsələ, bir sualı, ona cavabı və nəticəni əhatə edir. Sual belədir, Allah hardadır? Mərhum Hafiz Əz-Zəhəbi Əl-Ülüvvi kitabında səhifə 81 müxtəsər şəkildə deyir. Hər bir sual verən soruşur, Allah hardadır? Bu suala sövq-ü təbii və fitrətdən gələn bir cavab verilir. Səmada, rəvayətdə iki məsələ qoyulur. Onlardan biri müsəlmanın Allah hardadır sualını qoymasının şəriətə uyğunluğu, ikincisi isə cavab verənin səmadadır deməsi. Bu iki məsuliyyətli məsələni inkar edən şəxs əslində Peyğəmbərin, ona və onun ailəsinə Allahın salavatı və salamı olsun, özünü inkar etmiş olur. Bil ki, İbn Abbasın, Allah onun hər ikisindən razı olsun, Allahın səmada, daha doğrusu səmanın üstündə olmasına iman əqidəsi barədə Əl-Buxari Xəlq Əf'alil İbad əsərində səhifə 19 yazır. Allah Musa ilə danışanda çağırış səsi səmadan gəlirdi və Allah özü də səmada idi. Təfsir, yəni şərh elminin şeyxi Məhəmməd bin Cərir Ət-Təbəri Camiul Bəyan fi Təfsiril Quran əsərində səhifə 29-6 yazır. Səmada olana inandınızmı? O Allahdır ki, sizlərə qasırğalar göndərir. Təfsir alimlərindən Əl-Bəğəvi, Muallim-ü Təzil 4, 371 və Əs-Suyuti Əd-Dur Əl-Mənsur 8, 238 əsərlərində də bu barədə danışırlar. Mötəzillər və onların yolunu tutanlar istihva, yəni üzərində, üstündə olmaq sözünü istila, yəni yiyələnmək ilə vəz etmişlər. Yəni ərşə yiyələndi. Bununla həqiqətdə deyilmiş fikri dəyişdirmişlər. Onların bu iddiası bir çox cəhətdən öz fitnəkarlığı ilə seçilir. Ərəb dilində heç vaxt istihva, istila mənasını verməmişdir.
bu fikri etimad və istinad edilən dilçi alimlərdən, yəni imamlardan heç kəs deməmişdir. Əksinə, onlara edilən səhih istinadlar göstərir ki, görkəmli dilçi alimlər bu fikri hamılıqla rədd etmişlər. Dilçi alim və dilçilərin imamı İbn Əl-Ərabi, Allah ona rəhmət eləsin, demişdir. İbn Əbu Davud, İmam Əhmədi bin Həmbəlin bəlaya düçar olmasına səbəb olan Cəhmiyyə qazisidir. Mənə müraciət edib ərəb dilində Ər-Rəhman ərşə yüksəldi, yəni istihva etdi. Tahə 5 ayəsində istihva sözünün istila etmək mənasını tapmağı tələb etdi. Mən ona belə dedim. Allah and olsun ki, belə deyil və bunu tapa da bilməzsən. Əl-Xəlil bin Əhməd Əl-Fərahiddidən, Allah ona rəhmət eləsin, dildə istihvanın istila mənasında işlənə bilməsi barədə soruşur, o belə cavab verir. Bunu ərəblər bilmirlər və onların dilində bu məna yoxdur. Buna görə də İbn Əl-Cuzi Zəd Əl-Məsir əsərində 3-223 yazır. Dilçilər bu mənanı inkar etmişlər. İbn Əbdül Bər Ət-Təmhid əsərində 731 yazır. Onların istihvanı istila kimi şərh etməsi mənasızdır. Çünki dildə bu məna yoxdur. İstihva kimi şərh edilən istila kəlməsi ilə xəlq, yəni yaratma, qəhr, yəni güc, qüdrət, qələbə, mülk və ona sahib olmaq qüdrəti mənaları nəzərdə tutulur. Lakin Teala'nın Ər-Rəhman ərşə yüksəldi, yəni istihva etdi, Tahə 5 kəlamına bu mənaların hər hansı birini aid eləmək aşağıda göstərilən səbəblər üzündən düzgün deyildir. A. Xəlq, yəni yaratma, Allah Teala'nın ərşi səmalardan və yerdən sonra xəlq etməsi, yəni yaratması deməkdir. Bu da kitaba, sünniyə və icmaya ziddir. Çünki Allah bildirir ki, o səmaları, yeri və onlar arasında olanları 6 gün ərzində yaratmış və sonra ərşə yüksəlmişdir. Teala həmçinin bildirir ki, səmaları və yeri xəlq etməmişdən qabaq, onun ərş suyu üzərində olmuşdur. Bu fikri həm də Umran bin Həsinin, Allah ondan razı olsun, hədisində də ifadə edilir. Peyğəmbər, ona və onun ailəsinə Allahın salavatı və salamı olsun demişdir. Allah var idi, ondan qabaq bir şey yox idi. Onun ərşi su üzərində idi. Zikirdə hər şeyi yazdı. Sonra da səmaları və yeri xəlq etdi. Əl-Buxari 6-286 13-403 Əhməd 4-431 Əgər ərş səmaların və yerin xəlq edilməsindən qabaq mövcud idisə, ona yüksəlmək, yəni istihva səmaların, yerin yaradılmasından sonra baş veribsə, onda Allahın məhz istihva üçün yaratmış olduğuna və ya yaratmaq istədiyinə və ya yaratmaq niyyətində olduğuna istihvası necə baş verə bilər? Lakin onu etməyi istəməsi, niyyətində olması mənası nə dildə, nə nəsirdə, nə nəzmidə, nə həqiqi, nə də məcazi mənada işlənməmişdir. B. İslah etməyi yalnız əks tərəfə malik olanlara aid etmək olar. Allahın isə əks tərəfi olmur. Nəftəvehdən Davud bin Əli belə rəvayət eləyir ki, İbn Əl-Ərabinin yanında idik. Bir nəfər gəlib dedi ki, ya Əbu Abdullah, Teala'nın Ər-Rəhman ərşə yüksəldi. Tahə 5 ayəsinin mənası nədir? O dedi. Xəbər verdiyi kimi, o öz ərşinin üstündədir. Kişi dedi ki, ey Əbu Abdullah, bu elə yələnmək, yəni istila deməkdir. Əbu Abdullah Nəftəveyh dedi, səsini kəs. Bir şeyə yalnız ona qarşı duran və yaxud onu arzulayan yələnə bilər. Yəni 2 nəfərdən biri o birinə qalib gələrsə, deməli o istila etdi, yəni yələndi. Mən deyirəm, bu mənada istihvanı istila kimi işlədən, xəlq etmədə Allaha onun əksi olanı şərif qoşmuş olur.
Çünki dildə istila, yəni yələnmək yalnız üstün gəlməkdən, qələbədən sonra mümkündür. Zəfər çalan barədə deyirlər ki, o filan şiyə yələndi, yəni istila etdi. Bu təhriflə məşğul olan şərhçilərdən soruşuruq. Allaha əks olan kimdir ki, Allah Teala ona üstün gələ bilmiş, onun mülkiyyətinə yələnə bilmişdir. Bu cür şərih qoşmadan uzaq olmaq üçün yalnız şərhdən əl çəkib sələflərin təfsirinə qayıtmaq lazımdır. Bir kəsin bir şeyə yələnməsi o deməkdir ki, bu şəxs əvvəllər ona yələnə bilməmiş, sonra isə bunu edə bilmişdir. Məyər Allahın elə bir məxluqu ola bilər ki, Allah Teala ona yalnız bir müddət keçəndən sonra yələnmiş olsun? Bu şərhçi bizə ərşin, səmaların və yerin yaradılmasından qabaq mövcud olduğu və Allahın ona yələnə bilmədiyi müddəti göstərsin. Qəlbində Allaha məhəbbət hissi olan bir adam bu təhrif olunmuş şərhi Allaha aid etməklə ondan utanmırmı? Allah Teala Ər-Rəhman ərşə yüksəldi. Tahə 5 ayəsi ilə güya ki bunları demək istəyirmiş. Mənim bəndələrim, bilin ki mən səmaları, yeri və onların arasında olanları xəlq edəndən sonra öz ərşimə zəfər çaldım. Ona güc gəldim və ona yiyələndim. Öz ehtiraslarının əsiri olan bu adamlar bilməlidirlər ki, Allah Teala hər şeyin sahibidir və yiyəsidir. Allah Subhanahu Teala bütün məxluqlara sahibdir. Görəsən bu məxluqlar arasında Allahın sahibi olduğu ərşi xüsusi ayırıb öz əsərlərində dəfələrlə bu fikri nəzərə çatdırmağın mənası nədir? Bir şeyə yiyə durmağı, onu istila etməyi yalnız o şəxs bilər ki, o əvvəlcə bunu etməkdə aciz olsun və yalnız sonradan buna gücü çatsın. Allah Subhanahu heç bir şeydə aciz ola bilməz. Allahın öz yaratdığından üstün olması məsələsinin səhih Peyğəmbər sünnəsində qoyuluşu barədə. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, demişdir. Rəhimlilərə Ər-Rəhman rəhm edir. Yerdə olanlara siz rəhm edin ki, səmada olan da sizə rəhm eləsin. Əl-Buxari, Ət-Tarixül Əl-Kəbir 964. Əbu Davud 1494. Ət-Tirmizi 1294. Əhməd 260. Peyğəmbər ona və onun ailəsinə Allahın salavatı və salamı olsun demişdir. Məyər siz mənə inanmırsınız? Məyər inanmırsınızmı ki, gecə və gündüz mənə səmanın xeyri nazil olur? Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Allaha and olsun, bir kişi arvadını yatağına çağırsa və arvad bunu rədd etsə, səmada olan qadın kişini razı salana qədər ona qəzəbli olar. Bil ki, mən sənə Allahın haqq yolunu göstərdim. Bülbülik sifətini sübuta yetirən hədislər silsilə şəklini almışlar. İmamlar da bunu qeyd edirlər. İmam İbn Teymiyyə Əl-Həmviyyə əsərində 431 böyük məktublar yazır. Ləfz və məna ardıcıllığı baxımından ən bəlağətli, zəruri elmlərdən biri də odur ki, Peyğəmbərlər Allahdan xəbər verən olub, bildirmişlər ki, Allah Sübhanehu ərşə yüksəldi. O səmanın üzərindədir. Allah bu hissi bütün millətlərdən olan adamların qəlblərində fitrətən yerləşdirmişdir. Əbu Davud Ət-Təyalisi demişdir. Süfyan, Şübə, Həmmad bin Zəyyad, Həmmad bin Səlmə, Şureyk və Əbu əvvəldə hədd qoymadan, şübhə etməkdən və təmsil etməkdən boyun qaçırmışlar. Hədis rəvayət edəndə onun necəliyi barədə sual qoymamışlar və onlardan bir şey soruşduqda demişlər. Hədislərdə belədir. Səhl bin Abdullah Ət-Tusattiri Allahın zatı barədə suala cavab olaraq deyərdi. Allahın zatı elmlə vəsf ediləndir. Əhatə edilməzdir və dərk edilməzdir. Dünya evində gözlə görünməzdir. O,
iman həqiqətlərində mövcuddur. O hüdudsuzdur, əhatə edilməzdir, hüluldan uzaqdır. Gözlər onu axirətdə öz mülkündə və qüdrətində zahir olaraq görürlər. Məxluq onun zatının mahiyyətini bilməkdən uzaqdır. Onun ayələrində bu mahiyyətə dəlil vardır. O qəlblərlə bilinir, o gözlərlə dərk edilmir. Mömin sonu dərk və əhatə etmədən öz bəsarəti ilə ona baxır. İmam Əbu Hənifə, Allah ondan razı olsun, Əl-Fiqh Əl-Kəbir əsərində yazmışdır. Onun əli, üzü və nəfsi vardır. Teala Quranda əl, üz və nəfs barədə danışır. Onun sifəti vardır. Lakin bu sifətin necəliyi barədə danışmaq olmaz. Onun əli, onun qüdrəti və onun neməti demirlər. Belə deyilsə, sifətlər batil edilə bilər. Allah Taala Ənkəbut surəsinin 6-cı ayəsində buyurur: Allah əlamətlərə möhtac deyildir. Və ya Fatir surəsinin 15-ci ayəsində buyurur: Allah həmiddir, möhtac olmayandır. Bu ayələrdən aydın olur ki, öz istihvası üçün yaratdığı ərşə onun ehtiyacı yoxdur. Burada bu ərşi zəruri edən hikmət vardır. Ülvi olan, aşağıda olanın üstündə olsa da, bu halda aşağıda olanın yuxarıda olan üçün daşıyıcı olması, onu əhatə etməsi, onun dayağı olması vacib deyildir. Yuxarıda olanın aşağıda olana ehtiyacı yoxdur. Səmaya baxıb görərsən ki, o yerin üzərində olsa da ona möhtac deyildir. Allah Taala'nın ülviyyəti hər hansı bir dayağa möhtac olmaqdan daha əzəmətli və qüdrətlidir. Onun ülviyyətinin ehtiyacları onun xüsusiyyətlərindən irəli gəlir. Onun özü öz qüdrəti ilə aşağıda olanı saxlayır, aşağının ona ehtiyacı vardır. Sübhanehu isə aşağıda olana möhtac deyildir. Böyük və qadir Allah aşağını əhatə edir. O ərşin üzərində olub, eyni zamanda öz qüdrəti sayəsində ərşə dayaqdır. Ərşə möhtac deyildir. Ərş ona möhtacdır. O ərşi əhatə edir. Ərş onu əhatə eləmir. O ərşi məhdudlaşdırır. Ərş onu məhdudlaşdıra bilmir. Bu zərurətlər məxluqda ola bilməz. Kitabda işlənmiş şəxs adlarının izahı. Mötəzillər Vasil bin Ətanın fikirlərini və fəlsəfəsini qəbul edənlərdir. İmam Əl-Həsən Əl-Bəsri, Vasili, əqidə və Allahın atributları məsələsində bidətə yol verdiyi üçün öz elmi məclislərindən qovmuşdur. O isə məscidin başqa küncünə çəkilib, burada öz tərəfdarlarını toplamışdı. Bu hadisiyə Əl-Həsən Əl-Bəsri çəkilmək, yəni ərəbcə etizal etmək adı verdiyi üçün Vasilin adamları mötəzillər, yəni çəkilənlər, etizal edənlər adlandırılırlar. Sələflər, yəni keçmiş nəsil, bununla əshabələri nəzərdə tutulur. Çünki onlar İslam ümmətinin ən mütəbər sələfləridirlər. Onların sırasına həmçinin onlardan sonra gələnlər və bu sonunculardan sonra gələnlər də daxildilər. Peyğəmbər, ona və onun ailəsinə Allahın salavatı və salamı olsun, onların göstərdiyi yol ilə getməyi vəsiyyət etmişlər. Onlar bidət və xilafdan uzaq, haqq dinə bağlı, saf əqidə sahibləri olmuşlar. Onların əqidəsi və əxlaqını rəhbər tutan hər kəs sələfidir. Xələflər dinə yenilik gətirənlərdir. Onlar sələflərin əksinədir. Məsələn, Mötəzilə, Maturidiyyə, Murciyə, Rafizə, Əşəriyyə, Cəhmiyyə və ya Əhbəşlər, Xavaric, Nəvasib. Xələflər, Əhbaşlar, Cəmiyyə firqəsinin dediklərini bugün də təbliğ edirlər. Onların şeyxi Efiopiyalı Abdullah Əl-Həbəşi Əl-Hərəridir. O, Suriyaya gəlmişdir. Lakin alimlər onu buradan qovduqdan sonra Livana köçmüş və orada məskən salmışdır. Onun dediklərini təkrarlayan ardıcılları vardır ki, Allahın ərşə istihvasını inkar edirlər. Allaha yalnız 13 sifət şamil edirlər. Müsəlman alimlərini
onlara qarşı çıxan bütün şəxsləri küfrdə ittiham edib, təhrif, fitnəkarlıq, əleyhidarlara fiziki cəhətdən məhv etmək yolunu tuturlar. Onların çox saylı fiqhi qəbahətləri vardır. Əqidələri çox qarmaqarışıqdır. Kəlamla və fəlsəfə ilə çirklənmişdir. Əş'arilər Əbülhəsən Əl-Əş'ariyə mənsub edilənlərdir. Lakin əslində Əş'ari onlardan bixəbərdir. O 40 il ərzində Mötəzilə təliminə mənsub olmuşdur. Bundan sonra ondan uzaqlaşmış, əqidə məsələsində irəli sürdükləri şübhələrə cavab vermişdir. Özünə məxsus bir təlim yaratdı. Onun əsas prinsipləri İbn-i Gilabdan əxz etmişdi. Adamlar onun təlimini qəbul etmiş və yaymışlar. Bu təlim Mötəzilə ilə əlaqədardır. Onun təsirinə məruz qalmışdır. Lakin sonradan Mötəzillərdən uzaqlaşmış, saf etiqad sahibi olmuşdur. İmam Malik Abdullah Malik bin Ənəs bin Malik Hicri 93-cü ildə anadan olmuş və 86 il yaşamışdır. Öz dövrünün tanınmış hifz alimi, faqihi, Mədinə Əl-Münəvvərinin imamı, Peyğəmbər, ona və ailəsinə Allahın salavatı və salamı olsun, hədislərini dərindən bilən və onlara bağlı çox mömin bir müsəlman idi. Bir dəfə Rəsulullahın hədisini danışarkən əqrəb onu 16 dəfə dişləsə də söhbətini kəsməmiş. İmam Əş-Şəfii demişdir, əgər alimlərdən söhbət gedirsə, Malik bir ulduz kimi tanınır. Malik və İbn-i Üyeynə olmasaydı, Hicazda elm məhv olardı. Onun çoxsaylı şagirdləri və məzhəbinin ardıcılları olmuşdur. İmam Əhməd bin Həmbəl Hicri 164-cü ildə anadan olmuşdur. Hədis alimlərinin imamı olmuşdur. 35 min hədisi əhatə edən Əl-Müsnəd, yəni qaynaq, dayaq kitabının müəllifidir. Minlərlə hədisi əzbər bilirdi. İmam Əş-Şəfii demişdir, mən Bağdaddan çıxanda möminlikdə İbn Həmbələ bərabər, fikri onun qədər bilən bir şəxs yox idi. Qur'an əhli fitnə fəsad çağırıldı, hakimiyyət isə sustu. Onun üzü zərbələrə, həbsə məruz qalsa da səbr etdi və zəfər çaldı. Çox xoş sifət bir adam idi. Hicri 241-ci ildə vəfat etdi. Onun dəfnində 800 min kişi və 60 min qadın iştirak etmişdir. Alimlər demişlər ki, əgər eşidəsiz ki, kimsə İmam Əhmədin əqidəsini tənqid edir, onu İslama müxalif olmaqda ittiham edir. Deməli, bu adam özü saf əqidəyə, əshabələrin öz rəsulundan əxz etdikləri əqidəyə qarşı çıxmış olur. Abdullah bin Mübarək imam, görkəmli hafiz alim, mücahidlərin fəxri, ən dözümlü zahid kimi tanınır. Atası türkdür. Hicri 118-ci ildə anadan olmuşdur. Ömrünü elm və bilik istəyi ilə səyahətlərdə, həcc ziyarətlərində, cihadda və ticarət işlərində keçirmişdir. Çox salih şagirdləri olmuş, sahiblik haqqında kitabın müəllifidir. Əbu Bəkir Məhəmməd bin Xüzeymə, görkəmli hafiz, imamların günəşi kimi məşhurdur. Hicri 222-ci ildə doğulmuşdur. Dövrünün görkəmli şəxsiyyəti idi. Minlərlə hədisi, Fatihəni əzbər bildiyi kimi bilirdi. Əsərlərinin sayı 140-dan artıqdır. Onun Əs-Səhih kitabı vardır. Tanınmış imamlar Əl-Buxari və Müslim ondan elm öyrənmişlər. Hicri 311-ci ildə vəfat etmişdir. Əbdürrəhman bin Əmr Əl-Avzayi Əd-Dəməşqi Şamın, yəni Suriyanın ən elmli şəxsiyyəti olmuşdur. 70 min suala cavab vermişdir. Hicri 88-ci ildə anadan olmuşdur. 70 yaşında Beyrut şəhərində vəfat etmişdir. Təqiyyəddin Əhməd Əbdülhəmid bin Teymiyyə ən böyük alimlərin imamı hesab edilir. Hafiz və tənqidçi, çox bilikli və məhsuldar şərhçi, zahidliyi öyrədən müəllim və dövrünün nadir şəxsiyyəti olmuşdur. Hicri 661-ci ildə anadan olmuşdur. Elmi biliklərə yiyələnməkdə böyük uğurlar qazanır, hədis elmini və fiqhi dərindən mənimsəyir, İslam elmlərini, kəlamı öyrənir,
yol azmış bidətçi təlimlərə, təbliğ edənlərə və filosoflara tutarlı elmi cavablar vermişdir. O öz dövründə zəkalı elm adamı, kəramətli və cəsarətli zahid kimi tanınmışdır. Onun elmi qüdrəti həm məsləhdaşları, həm də əleyhidarları tərəfindən yüksək qiymətləndirilmişdir. Son dərəcə çox saylı 300 cilddə toplanan əsərlərin müəllifidir. Dəfələrlə sınağa çəkilmiş, əzab-əziyyətlərə məruz qalmışdır. Öz cəsarətliyi üzündən dəfələrlə həbs edilmişdir. Monqol-Tatar işğalçılarına qarşı çıxmış və onların müsəlman torpaqlarından çıxarılması işində xidməti olmuşdur. Hicri 728-ci ildə həbsxanada Əl-Qəmər surəsinin 54 və 55-ci ayələrini oxuduğu zaman vəfat etmişdir. Həqiqətən müttəqilər müxtəlif cənnət bağlarında və gür çayların axdığı yerdə, haqq məclisində, qadir hökmdarın huzurunda olacaqlar. Cəhmiyyə əqidə məsələlərində, xüsusilə Allahın sifətləri, yəni atributları problemində yol azmış bir firqədir, yəni dəstədir. Bu təlimin banisi olan Cəhm bin Səfavının adını daşıyır. Cəhm Allahın öz məxluqlarından ucalığını, yəni ülviliyini, Allahın nitq sifətini inkar etmişdir. O həmçinin ilahi sifətləri onların həqiqi mənasından təcrid edərək demişdir. Allah rəhimsiz rəhman, yəni mərhəmətli, elmsiz alimdir. Onlar həm də Qur'anın yaradılması iddiasını irəli sürmüşlər. Müsəlman alimləri onların küfrünü ifşa etmişlər. Onların etiqadı mötəzillərə siyasət etmişdir. Bu sonuncuların banisi Basil bin Ət'ardır. Məhəmməd bin Müslim Əz-Zuhri Əbu Bəkir Mədinəli Hafiz əshabələrindən gənc nəslinə mənsub 2200 hədis sahibidir. Əlində lövhə və vərəqlər əshabələr arasında gəzib hədisləri yazırmış. Xəlifə Ömər bin Əbdüləziz demişdir, keçmiş sünnənin, yəni qanun qaydaları Əz-Zühri kimi bilən bir nəfər qalmamışdır. Çox hafizəli və axtarış həvəsli, səxavətli bir adam, mahir bir əskər olmuşdur. 80 gecəyə Qur'anı əzbərləmişdir. Hicri 124-cü ildə vəfat etmişdir. Şüreyk bin Abdullah Küfə qazisi, çox ağıllı və hazır cavab, rəşidi xəliflərə sədaqətli bir alim olmuşdur. Onların əleyhinə söz deyənləri ifşa edər, döydürər və həbs etdirərdi. Onun fikrincə rəşidi xəliflər ən yaxşı müsəlmanlar olmuşlar. O zəkalı, əməli salih və hədisləri bilən bir şəxsiyyət kimi tanınır. Bidətçilərə çox nifrət etmiş, hədisləri rəhbər tutaraq onlara əməl etmişdir. Hicri 177-ci ildə Allahın rəhmətinə getmişdir. Ən-Numan bin Sabit Əbu Hənifə Əl-Kufi fiqh məsələlərini çox dərindən bilən alimdir. Əş-Şəfii demişdir, adamlar fiqh məsələlərində Əbu Hənifiyə əsaslanırdılar. Çox ibadət edərdi. Mömin imam və nüfuzlu alim kimi məşhurdur. Hökmdarların hədiyyələrini qəbul etməzdi. Güclü məntiqi ilə seçilərdi. Qaziliyi qəbul etməmişdi. Bu imamın məziyyətləri son dərəcə çoxdur. Hicrətin 150-ci ilində Allahın rəhmətinə getmişdir. Əbu Abdullah Məhəmməd bin İdris Əş-Şəfii Əl-Qurşi Fələstinin Qəzza şəhərində Hicri 150-ci ildə anadan olmuşdur. Hədis, fiqh, dil və genealogiya elmlərinin imamı olmuşdur. Çox fəsahətli, məlahətli, zəkalı, əxlaqlı, gözəl yaddaş sahibi olan bir adam idi. Hədislərə çox bağlı olmuşdur. Rəyləri qəbul etməmişdir. Hicri 204-cü ildə vəfat etmişdir. Onun böyük bir məzhəbi, çoxsaylı davamçıları vardır. Allah ona rəhmət eləsin. Abdullah bin Abbas, Peyğəmbərin, ona və ailəsinə Allahın salavatı və salamı olsun, əmisi oğludur. Peyğəmbər onu fiqh elmini mənimsəməyə hazırlamışdır. O təfsir və fiqh sahəsində böyük alimdir.
Müsəlman ümmətinin haqlı olaraq fəxr etdiyi bir şəxsiyyətdir. Kiçik yaşlarından İslamı qəbul etmiş, Rəsulullaha xidmətçi olmuşdur. Ondan elm öyrənərdi, onunla cihada gedərdi. Rəşidi xəlifələr dövründə məşvərət məclisinin, yəni şuranın üzvü olmuşdur. Sünnəyə çox bağlı idi. Rəsulullahın yanında Cəbraili görmüşdür. Həyatının son illərində gözləri tutulmuşdur. O və atası Abbas bin Müttəlib Allah rizasını qazanmışlar. Ömər bin Abdullah Əziz Əməvi 5-ci xəlifə də ədalətli zahid və böyük alim olmuşdur. Hicri 101-ci ildə Allahın rəhmətinə getmişdir. Əbu Yusuf Əl-Qadi İmam Əbu Hənifənin məsləkdaşlarındandır. Onun yaxın dostu və tərəfdarı olmuşdur. Çox zəkalı və hədislərə bağlı adam idi. Hicr 182-ci ildə Allahın rəhmətinə getmişdir. Əbu Ömər Yusuf bin Əbdülbər Ən-Qurtubi Məcrubin ən böyük alimi və hafizidir. Hicri 463-cü ildə anadan olmuşdur. Hədislər toplamış, təsnif etmiş və əsərlər yazmışdır. Çox qüdrətli alim, uzaq görən, son dərəcə mömin bir şəxsiyyət idi. Çoxsaylı əsərlərin və İmam Malikin Əl-Muatta kitabına şərhin müəllifidir. O əsl fiqh və hədis ensiklopediyası olmuşdur. İbn Həzm demişdir, ona bərabər bir şəxs görməmişəm. O həmçinin əshabilərin adları barədə sorğu kitabının müəllifidir. Ət-Təbəri Məhəmməd bin Cərir müsəlman işlətinin ən tanınmış şərhçilərindən biri, tarix və şərh sahəsində dünya şöhrətli imamdır. Onun şərhləri 30 cilddə toplanmışdır. Rəvayətlərə və hədislərə istinad etmişdir. Tarixə aid qiymətli əsəri vardır. Fiqh sahəsində məzhəb yaratsa da geniş yayıla bilməmişdir. Hicr 224-cü ildə anadan olmuş və Hicr 310-cu ildə vəfat etmişdir. Əbul-Həsən Əl-Əş'ari Hicri 260-cı ildə anadan olmuşdur. Əş'arilər ona mənsub edilir. Əvvəlcə 40 il ərzində Mötəzili, sonra Gilabi, daha sonra isə İmam Əhmədin məzhəbində sələfi olmuşdur. Onun əqidə məsələlərinə dair əsərləri vardır. Onlardan İslama həsr olunmuş məqalələri və şərhləri göstərmək olar. Hicr 324-cü ildə Allah Teala'nın rəhmətinə getmişdir. Əbdülməali Əbdülməlik Əl-Cüveyni hər iki hərəmin imamı idi. Hicri 418-ci ildə anadan olmuşdu. Şafii məzhəbinə mənsub alimdir. Mütənnəllim, faqih və nazir olmuşdur. Əl-Əş'arinin Gilabi xarakterli fikirlərini əvvəllər qəbul etsə də, sonradan onları Allahın atributlarının təvili bilib rədd etmişdir. Hicrətin 478-ci ildə vəfat etmişdir. Abdullah bin Əbdürrəhman Əd-Dərami Əs-Səmərqəndi Əl-Hafiz Müsnəd əsərinin müəllifidir. Hicri 181-ci ildə anadan olmuşdur. Elmə yələnmək üçün bütün ölkələri gəzmişdir. İmamlardan və hafizlərdən hədisi əxz etmişdir. Çox mömin, sədaqətli, zahid bir bəndə idi. Öz dərin ağlı və sonsuz kəraməti ilə tanındığı üçün dindarlıq, xeyrxahlıq, çalışqanlıq və ibadət sahəsində ideal bir şəxsiyyət idi. Hədisləri toplamış, təsnif və tərtibini yerinə yetirmişdir. Hicr 225-ci ildə Allahın rəhmətinə getmişdir. Abdullah bin Əhməd bin Qudamə Əl-Məqdisi, zahid, faqih, imam və ən böyük alimlərdən biridir. Hicri 541-ci ildə anadan olmuşdur. Görkəmli alimlərdən dərs almaq üçün ölkələr gəzmiş, dövrün ən tanınmış İslam alimlərindən elm öyrənmişdir. Hənbəli fiqhi ilə xüsusilə məşğul olmuş, müqayisəli fiqh mövzusunda Əl-Muğni əsərinin müəllifidir. Öz imamının hədislərinə mültəzim olub, onları əsaslandırmaq üçün dəlillər tapardı. Məişətdə çox sadə, xoş əxlaqlı, xeyrxax bir adam idi.
çox ibadət edər, hər gün Qur'anın 1-7 ayəsini oxuyardı. Məhəmməd bin Əhməd Əz-Zəhəbi milliyyətcə türkməndir. Hicri 673-cü ildə anadan olmuşdur. Hafizlər və tarixçilər arasında xüsusi yeri vardır. Ən görkəmli müctəhidlərdən biri idi. Hədis elmi sahəsində xüsusi bilik və məharəti ilə seçilirdi. Öz dövründə sayca ən çox əsər yazmışdır. İslam tarixini 20-dən artıq sayda böyük cilddə toplamışdır. Ən görkəmli elm adamlarının həyatına aid 24 cilddə əsər yazmışdır. Hicri 748-ci ildə Allah Taala'nın rəhmətinə getmişdir. Cəlaləddin Əs-Suyuti Hicri 849-cu ildə anadan olmuşdur. Dövrün ən tanınmış hafizlərindən dərs almışdır. Tanınmış imam, hafiz və müştəhid, dilçilik sahəsində böyük alim idi. İslam elminin müxtəlif sahələrinə aid 300 əsərin müəllifidir. Hicri 911-ci ildə Allah rəhmətinə getmişdir. Qazi Əbu Bəkir Məhəmməd bin Əbdullah Əl-Əndəlusi məşhur hafiz idi. İslam elmlərini öyrətmək üçün çoxlu səyahətlər eləmişdi. Və bu sahədə çox uğurlar qazanmışdı. Çox bəsarətli, yəni açıq gözlü, hörmətli, ədəbli, kəramətli və istiqanlı adam idi. Hicr 468-ci ildə anadan olmuşdu. Hicr 543-cü ildə isə vəfat etmişdi. Qur'anın təfsirinə aid nəhəng kitabın müəllifidir. İmam Ət-Tirmizinin sünnələrini şərh etmişdir. Əl-Xəlil bin Əhməd Əl-Fərahidi ərəb dilinin qrammatikası və ərəb poeziyası sahəsində görkəmli alimdir. Bu sahələrdə ən etibarlı bilik sahibi sayılır. Hicrətin 160-cı ilində Allahın rəhmətinə getmişdi. Əbdürrəhman Əbülfərəc bin Əl-Cuzi hədis elmi sayəsində dövrünün ən böyük alimi və böyük imamıdır. Xüsusilə hədislərin toplanması, moizəsi və rəvayət edilməsi işində fərqlənmişdir. Çoxsaylı kitablar tərtib etmiş, əsərlər yazmış və bir çox əsərlərin üzünü köçürmüşdür. Onun bu hədislərə dair böyük təfsirləri və təsnifləri vardır. Çox ağıllı və bidətli bir adam idi. Hicr 597-ci ildə Bağdadda vəfat etmişdir. Allahın köməkliyi ilə